Uşaqlar, bu keçidə məşğələmiz ətraf alimlə tanışlıq və nitqin inkişafıdır. Mövzumuz isə su nəqliyyat vasitəsidir. Biz sizinlə ümumi nəqliyyat vasitələrini öyrəndik və məxsusi olaraq hava nəqliyyat vasitəsi haqqında öyrəndik. Bildik ki, hava nəqliyyat vasitəmiz hansıları idi? Deməli, vertolyot, təyyarə, hava şarı, bunlar hava nəqliyyat vasitəsi. İndi isə biz su nəqliyyat vasitəsini öyrənəcəyik uşaqlar. Su nəqliyyat vasitələrinə hansılara aiddir? Hansı var? Hə? Afərin. Gəmi, daha sonra qayıq. Aha, sonra karter, uşaqlar. Bunlar hamısı su nəqliyyat vasitəsinə aiddir. Yəni, uşaqlar, suyun üzərində hərəkət edən nəqliyyat vasitəsinə dənizin, çayın, suyun üzərində ümumiyyətlə hərəkət edən nəqliyyat vasitəsinə su nəqliyyat vasitəsi deyilir. Uşaqlar, görürsünüz burada kim var? Dənizçi. Dənizçi uşaqlar, görürsünüz bu bizim dənizçimizdir. Dənizçimiz bizə qonaq gəlibdir. Dənizçi, sən dənizdə çoxlu balıqlar görürsənmi? Gözəl, rəngarəng, maraqlı, gəzirsən dəniz boyu? Mən balıq görmüşəm. Nə gözəl, lap yaxşı. Dənizçimiz dənizdə səyahət edir. Nə vasitəsilə? Gəmi vasitəsilə. Gəmini idarə edən dənizçidir uşaqlar. Yadımızda saxlayaq. Məşğələmiz bu qədər. Məşğələmiz maraqlı idi? Bəs bizim dənizçimizi alqışlayaq. Mən dəmirçiyəm. Mən gəmini idarə edirəm.